təvazökar ol. Adam deyir, niyə təvazökar olmalıyam mən? Ümumiyyətlə, təvazökarlığın mənasını başa düşmür. O elə bilir ki, təvazökarlıq zillətə düşməkdir, başqasının qarşısında əyilməkdir. Heç təvazökarlığın tərifini bilmir hələ. Bu nədir? Bu məfhum nədir? Onu qəbul etmək, birinci o özünlə danışmaqdır. Məşhur Ramiz Rövşənin 50.000 dəfə oxuduğum misraları. Doğradım, çapdım özümü, yoğurdum, yapdım özümü, nə yaxşı tapdım özümü, böyrümdən keçib getmədim. Özümü tapmaq. Bu birinci. Buna təfəkkür deyirlər. Dini mətnlərimizdə də var. Lübb, özün özü. Özün öz, bəli. Təfəkkuru saatin xeyrun min ibadəti 60 sənə. Bir saat təfəkkür etmək, bu həmən o fərqindəliyə varmaqdır. Özüm özümdən qalıram, düşünürəm. 60 ilin ibadətindən üstündə. İndi burada söhbət ondan getmir, ibadət lazım deyil, xeyr. Məsələləri qarışdırmayaq. Sadəcə qiyaslamadır. Bəli, yəni kör-köranə, fərqindəlik olmadan ibadət. Adam 60 ildir ibadət eləyir, hələ özünü dərk eləməyib. Hələ həyatı dərk eləməyib. Yox, hələ Bismillahirrahmanirrahimlə rəhmi tanımır. Bəli, hələ də qonşusu ilə davadalaşdadır. Hələ də, nə bilim, 10 manatın üstündə kimlənsə davadalaş eləyir. Bəs sənin bu 60 illik ibadətin nə üçün idi? Deməli, fərqindəlik yoxdur. Məsələn, mahiyyətlə var. Bu bir. İkinci, bu müsbət xüsusiyyətlərə sahib insanlarla ünsiyyət. Bu iki resept bütün o xislətlərə aiddir.